Hello everyone, hər kəsə salam, əziz 5-cilər. Bugün sizinlə iş dəftərinin izahı ilə davam edəcəm. İş dəftəri səhifə 41-in izahı ilə başlayıram. İlk öncə bizi bir reading qarşılayır. Readingə keçməzdən əvvəl burada suallar var. Sualların ilki, where do you see text like this? Yəni bu kimi tekstləri harda görərsiniz? Where are the boys describing? Oğlanlar nəyi təsvir ediblər? Deməli, bu suallara cavab verməzdən əvvəl ilk öncə biz nə etməliyik? Təbii ki, teksti oxumalıyıq və burada söhbət nədən gedir? Onu aydınlaşdırdıqdan sonra qayıdıb tapşırıqlarını yaza bilərik. Elədirsə, gəlin başlayaq ilk öncə tekstimizin tərcüməsi ilə. Boys in different countries tell us what they are wearing. Müxtəlif ölkələrdən olan oğlanlar bizə nə geyindiklərini danışırlar. İlk öncə gəlirik, başlayırıq Daniel'la. So, today I'm wearing my favorite clothes because I am hanging out with my friends Bruno and Philip. Bugün ən sevdiyim geyimlərimi geyinmişəm, çünki dostlarım Bruno və Philip ilə daha doğrusu vaxt keçirirəm. Yəni görüşəcəm, onlarla görüşəcəm, ona görə sevimli paltarlarımı geyinmişəm. As you can see, I'm wearing a grey and blue shirt and some jeans. Gördüyünüz kimi boz və mavi köynək geyinmişəm. Daha sonra və jeans geyinmişəm. The jeans are old, but they are okay. Deməlidir ki, jeans köhnədir, amma onlar okeydir. Yəni normaldır, geyinmək olar mənasında. Right now, I'm listening to music and I'm very happy. İndicə mən musiqi dinləyirəm və çox xoşbəxtəm. Gəldik Gabriela. As you can see, I'm wearing a hat today. Gördüyünüz kimi bugün papaq geyinmişəm. I like hats. I have 8 or 9 in different colors. Papaqları xoşlayıram. Müxtəlif rənglərdə 8-9 papağım var. This green hat is my favorite. Bu yaşıl papaq ən sevdiyimdir. I am wearing a coat because it's really cold and I am also wearing blue trousers and boots. Palto geyinmişəm, çünki hava çox soyuqdur. Həm də mavi şalvar ilə boots, yəni çəkmə geyinmişəm. I like my boots. Çəkmələrimi xoşlayıram. Gəldik Louisa. I am wearing my brother's pink t-shirt and my favorite green shirts. Bugün deməli qardaşımın çəhrayı t-shirt qısa qol köynək deməkdir. Çəhrayı qısa qol köynəyini, koftasını və sevdiyim yaşıl şortumu geyinmişəm. I am also wearing my new blue trainers. Mən həmçinin mavi idman ayaqqabılarımı da geyinmişəm. I love trainers. İdman ayaqqabılarımı sevirəm. I wear them every day, but I hate boots. Mən onları hər gün geyinirəm, amma çəkmələri xoşlamıram. Onlardan nifrət edirəm. Lucas'a gəldik. Today I am wearing blue shirts and old white t-shirt and a hat. Bugün mavi şort, köhnə ağ futbolka, yəni qısa qol köynək və deməli və şapka, yəni papaq geyinmişəm. I'm not wearing a coat or a jacket because it's summer and it's very warm. Mən bugün kot, yəni pencək geyinməmişəm. Çünki hava yaydır və hava çox istidir. Deməli, and I'm wearing trainers because I am playing at the park. Mən idman ayaqqabısı geyinmişəm. Çünki mən parkda oynayıram. Bəli uşaqlar, oxuduq bu oğlanlar haqqında. Və daha sonra gələk indi burada tapşırıqlarımızı yazaq. Birinci tapşırıqda deyir ki, sən
belə bir teksti harda görə bilərsən? In a book olmaz, kitabda görə bilmərik. In a newspaper, qəzetdə də çox güman ki olmaz. Çünki around the world kimi başlıq və yaxud da uşaqlarla müsahibə formatı tipik jurnal məzmunudur. Qəzet və ya kitab deyil. Ona görə B bəndə olacaq. What are the boys describing? Oğlanlar nəyi təsvir edirdilər? Where they are, onların harda olduğunu, what they are doing, onların nə etdiyini, yoxsa what they are wearing, onların nə geyindiyini. Düzgün cavab C variantı olacaq. Davam edirik. İkinci tapşırığa baxırıq. Read the text again and write the boys' names under the correct images. Deməli, teksti oxuyun və oğlanların nə geyindiklərindən yola çıxaraq onların adlarını altda doğru şəkildə yazmalıyıq. Gəlin elədirsə yazaq. Mən uşaqların geyindiklərindən, yəni oğlanların geyindiklərindən yola çıxaraq onların adlarını yazdım və davam edirik. Choose the correct person. Doğru adamı seçin. Deməli, birincisi yazıblar. Louis is wearing his favorite shorts. Deməli, who is wearing his favorite shorts? Kim sevimli şortun geyinib? Louis geyinmişdi. Kim musiqini dinləyirdi? Who is listening to music? Kim dinləyirdi musiqini? Gəlin baxaq. Daniel dinləyirdi. Elədirsə, gəlin Danielə bir dənə tik qoyuruq. Who doesn't like boots? Bootsu xoşlamayan Louis idi, düzdürmü? Louis'ə tik qoyuruq. Who has got lots of hats? Kimin çox papağı var idi? Gabriel'in, düzdürmü? Gabriel'a tik qoyuruq. Who is wearing a white t-shirt? Kim ağ t-shirt geyinmişdi? Gəlin baxaq. A white t-shirt, Lucas. Lucas isə white t-shirt geyinmişdi. Davam edirik. Are these sentences true or false? Hansı cümlələr doğru, hansılarsa yanlışdır? 2 ilə davam edirik. Louis is wearing his brother's shirts. Gəlin baxaq, doğrudan da Louis öz qardaşının şortunu geyinibmi? I am wearing my brother's pink t-shirt and my favorite shorts. Xeyr, o qardaşının t-shirtini geyinib, amma burada shirt deyir, ona görə bu false olacaq. 3 boys are wearing hats. Deyir ki, 3 oğlan papaq geyinib. Baxırıq, xeyr, bir dənə Gabriel papaq geyinib, o biri Lucas isə cap geyinib. Deməli, bu da false-dur, yanlışdır. Gabriel is playing in the park. Baxaq, Gabriel parkda oynayır. Baxaq görün. Bu da yanlışdır. Gabriel parkda oynamır. Növbəti sonuncu isə Louis's trainers are old and blue. Louis'in deyir, idman ayaqqabıları çox köhnə və mavidir. Gəlin baxaq. My favorite condition, I'm wearing new blue trainers. I love trainers where I wear them every day, but I hate boots. Mavi trainers geyindiyini deyir, amma köhnə olduğunu demir. Gəlin baxaq Louis'ə. Köhnə olduğunu demir, amma mavi olduğunu deyir. Köhnə olmadığına görə bunu da false götürə bilərik. Davam edirik. Language in context. Present continuous. Uşaqlar, keçən mövzular, daha doğrusu videolarda, videozəhlarda mən present continuous mövzusuna toxunmuşdum. Onun necə yaranmasını, təsdiqdə, inkarda və sual cümlələrdə necə işləndiyini sizə aydın şəkildə izah etmişdim. İndi isə həmin qaydaya örnək olaraq, həmin qaydadan yola çıxaraq, gəlin bu cümlələri present continuous'da yazaq. İlkin bizim üçün yazıblar, ikincisini biz yazmalıyıq. Deməli, ilk öncə gəlir bizim mübtədamız Carla is, daha sonra nə gəlirdi? To be feili gəlirdi. Is, daha sonra feilimiz gəlirdi. Wearing blue jeans. Keçdik 3-ə. Baxırıq bizim mübtədamız we'dir. We
are having, daha sonra fiilimiz. We are having a lunch. At restaurant. Aha, 4-ə baxırıq. Deməli, mübtədamızı təyin edirik ilk öncə, daha sonra əmizarı. I am. Feilimiz nədir? Going. I am going. I'm going home. On the bus. Devam edirik. İlk öncə mübtədamız he is playing. He is playing tennis at 5. Daha sonra you are wearing my jacket. Bəli, bu tapşırığı da bitirdik. Devam edirik. Complete the sentences with the negative form of the present continuous. Deməli, present continuous-un negativ formasını quracağıq. Negativ formada əmizlərdən sonra not hissəciyi artırmaqla düzəlirdi. Çox sadə bir strukturu vardı. Gəlin baxaq. Marki çox da yaxşı görmürəm. Come today tək olduğuna görə is inkarda olacaq. Isn't coming. Isn't coming today. I am not wearing. I am not wearing. My parents aren't buying. You aren't looking. He isn't waiting. He isn't waiting. Bitirdik. 3 ilə davam edirik. Look at the images and write about what you see using the pronouns. Deməli, biz burada şəkillərə baxaraq təqdim olunan ifadələrdən istifadə edərək cümlələr yazmalıyıq. İlk öncə birincisini, for example kimi yazıblar. Davam edək ikinci ilə. Lana and Pete wait a train bus. Deməli, belə yaza bilərik ki, Lana daha doğrusu. Lama nədir? Lana and Pete are waiting. Deməli, for a train. Waiting for a train. Bunun ikinci hissəsini necə yazacağım? Burada yer yoxdur. Burada xırda yazacağım. Yəqin inşallah ki görərsiniz. They're not waiting for a bus. Çox səliqəsiz yazdım bu dəfə, çünki yer çox azdır və yazmaq olmur. 3-ə baxırıq. We are eating dinner. Buradan başlayacağım. İnşallah ki sığışar. We are eating dinner. We are not
eating breakfast. Daha sonra gəldik bura. 4-də I'm getting getting a shirt. I'm not getting a school uniform. Bəli, davam edirik 5 ilə. They are watching film. They are not watching soccer. Altı. Emilia's wearing t-shirt. He is not wearing sweatshirt. Növbəti səhifənin izahı ilə davam edirik. Deməli, burada 1-dən 6-ya qədər verilən sözləri A-dan F-ə qədər olan cavablarla, sualları cavablarla tamamlamalıyıq. Biri özləri birləşdiriblər, 2-yə baxırıq. Are we going out right now? Yes, we are. Come on. Is Andres coming with us? No, he isn't. Where are they waiting for us? Outside the cinema. Are they taking the bus? No, they are not. Who is getting the tickets? I am. Bəli, davam edirik. Complete the questions using our blue. Deməli, bizə verilən sözləri doğru şəkildə işlətməliyik və bu cümlələri tamamlamalıyıq. Elədirsə, başlayaq. Deməli, burada we-ni görürüksə, demək onun sualı yaranacaq are ilə. Are we pizzası olacaq. Eating. Are we eating pizza? Daha sonra he isə sualımız nə olacaq? Is-lə. Is he duş almaq? Having olacaq. Having a shower. Daha sonra you-dursa yenə are ilə sual verəcək. Are you going to the party? Daha sonra the cinema. Sinema təkdə olduğuna görə is the cinema closing right now. Daha sonra is yenə she olduğuna görə is she wearing glasses. Bəli, bunu da bitirdik. Gəldik növbəti çalışmaya. Use the image to answer the question. Exercise 2 with a short answer. Deməli, şəkillərə baxaraq suallara tapşırıq 2 ilə deməli cavab verməliyik. Qısa cavablar. Gəlin baxaq tapşırıq 2-yə. Tapşırıq 2-də birinci sualda deyir ki, are they having fun? Deməli, onlar əylənirlər, daha doğrusu cavab verir ki, yes, they are. Yəqin ki, baxaq bircə dəqiqə, bu şəkillərdən birindən. Gəlin ikincisine də cavab verək. Ondan sonra baxarıq ki, hansı hansıdır. Deməli, ikinci sualın
cavabı bu olacaq. Are we eating pizza? Qısa cavab verəcək ki, yes, we are. 3-ə baxırıq. 3-də deyir ki, is he having a shower? O duş alır. Burada hər hansı bir şəkildə bircə dəqiqə diqqətlə baxaq. Bəli, şəklə yenə yaxından baxdım. Burada hər hansı bir şəkildə duş aldığını göstərəcək bir şey görünmür. Ona görə no, he isn't şəklində cavab verəcək. Daha sonra deyir ki, 4-cü sualda are you going to the party? Sən partiyə gedəcəksən. Yəqin ki, bu şəkli nəzərdə tutur. O da pencəyini geyindiyinə görə deyirəm bunu. O zaman deyə bilərik ki, yes, I am. Sonra 5-də deyir ki, is the cinema closing right now? Hal-hazırda sinema bağlanır. Bu şəkildə söhbət gedir. Deməli, deyəcək ki, yes, it is. 6-da isə is she wearing glasses? Bu şəkildən söhbət gedir. Yes, she is şəklində cavab verə bilərik uşaqlar. Bəli, əziz uşaqlar, bugün də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.